Quru dərili xanımlar, bu maska ilə cildiniz nəmə doyacaqdır. Bunun üçün bizə bir ədəd yer kökü lazımdır. Yer kökünü sürkəsindən keçiririk. Sonra isə yer köküdən bir xörək qaşığı qaba tökürük. Üzərinə isə bir xörək qaşığı qaymaq əlavə edirik. Onları yaxşı-yaxşı qarışdırırıq ki, onlar bir-birinə tam qarışıb həll olsun. Üzərinə isə apteklərdə satılır retinol A vitamini yağından 5 damcı tökürük və yenidən qarışdırırıq. Bu maskanı həftədə 2 dəfə təmizlənmiş üz dərisinə çəkmək lazımdır. Maskanı 20 dəqiqə saxlamaq lazımdır və sərin su ilə duruladıktan sonra üzünüzə mütləq nəmləndirici çəkməyi unutmayın. Qeyd edim ki, quru dərili xanımların dərilərinin quru olmağının əsas səbəblərindən biri də su az içməkdir. Ona görə də çalışın ki, xanımlar bu maskaları etməklə bərabər bol su içəsiniz.